Salam fitness sevərlər, hər kəs salamlayıram. Bugün YouTube vlogumuzun ikinci günündəyik. Bugün sizinlə çiyin məşqimi paylaşacağım. Bir sıra detalları sizinlə paylaşacağım. Çiyin məşqində lazım olan 1-2 əsas nüanslar var, onları sizə bildirəcəm. Çiyin məşqində daha çox çiyinin böyüməyi, yəni abyon məşqlər olacaq. Yəni daha böyük etmək üçün, daha böyük, yəni abyon olaraq gələn həftəki çiyin məşqində, yəni o biri videolardakı çiyin məşqində isə tam olaraq çiyinin deltalara kəsilməsi variantlarında bir məşq keçiriləcək. İnşallah indi vitaminlərimizi, idman qidalarımızı falan bunları içək, inşallah başlayaq məşqə. Gözləmədə qalın. İlk öncə shoulder press hərəkətindən başlayırıq. 3 pat ağır çəkilərlə belimizi tam söyküyürük hissiyyə və başlayırıq itişə. İkinci hərəkətimiz shoulder pressin Smith maşındakı versiyasıdır. Yəni bunu ştanqla işləyə bilərik. Belə deyim, əgər təzə başlayanlar hələ bunların texnikasını öyrənməmiş, belə deyək, zallarda shoulder pressin aparatları var. Yəni daha çox üstünlüyü aparatlara versinlər. Biraz təkmilləşəndən sonra artıq bunu ştanqla da, belə deyək, qantellə də işləmək mümkündür. İndi tam olaraq sizə 3 versiyasını göstərəcəm. Daha çox bunun texnikalarını göstərəcəm. Deməli, belə deyək, birinci texnikamız başlayır. Çənədən aşağıya qədər enib, sürətli itiş. İkinci versiyamız isə çənəyə qədər salınıb, yarıya kimi qaldırmaq. Üçüncü versiyamız isə yadımdan çıxdı. Üçüncü versiyamız neydi ola? Çənəyə qədər salıb yarıya kimi qaldırmaq. Bu üçüncü versiya neydi ola, yadımdan çıxdı. A few moments later. Üçüncü versiyamız isə çənənin altında sıxıb sürətli itiş. Yəni bu üç versiyadan istifadə eləmək olar. Daha çox belə deyək, bunlar çiyində kəsən hərəkətlər var. Böyüdən abyon verən hərəkətlər. Bu daha çox abyon verən hərəkət, yəni iriləşdirən hərəkət. Ona görə bir müddət texnikamızı düzəltdikdən sonra ağır çəkilərlə işləməyimiz məsləhət görülür. Çünki ağır çəkilərlə işləməsiniz, belə deyək, əzələ artım verməyəcək və bunu bilirəm ki, yəni old school köhnə tipdə məşq edənlər biləcək ki, ağır çəkilərlə işlənilən əzələ yüngül çəkilərlə işlənilən əzələyə nisbətən daha tez ərimir, daha tez itmir, yəni daha iri görsənir, daha yaxşı görsənir. Üçüncü hərəkət lateral raise. Belə deyək, bizim dilimizdə yalanmaq. Bunun 3 versiyası var, qantellə də var, yəni bu crossoverda da var. Birinci versiyamız tam olaraq öndən. İkinci versiyamız duruşumuzu tərsinə çeviririk. Bu versiyada. İkinci versiyamız isə bayaqki duruş, amma sadəcə arxadan.
Mən daha çox qanteldən istifadə eləməyi məsləhət görürəm. Qantellə də 3 növ var. Oturan yerdə də işləyə bilərsiniz. Oturan yerdən, yəni belə deyək də, ayaq üstü olduğumuza görə, talçıq verə bilmədiyimizə görə daha ağır gedir. Belə, getdik. Bu ikinci versiyası. Buradan açır. Üçüncü versiyası ise yandan yukarı tam açır. Elə. Ciddiyyətən hamı bilir ki, çörək yemək, şirniyyat yemək, qaldı su içmək. Altdan sonra da yemək, diyeta budur. Diyetaya var bilir. Əsas maraq o deyə, bırak, zaman şu an gözləyir. Yarım saat danışsam orada Qurana çəkmir. Yox, onu gözləmir. Təzdən çəkirəm, deyil mi? Təzdən çəkirəm, deyil mi? Mən sonda çinin arxası, bir də trapez. Trapez yəqin şıraq hərəkəti qantellərlə işləyəcəm. Deməli, bu çinin arxası üçün olan hərəkət qantellərlə olan versiyası var. Mənə işlədiyimiz versiyada onu daha çox arxaya dartmaq versiyası da var. Yəni, iləriki videolarda onlar da gələcək mütləq ki. Bu daha çox qantellə işlənilən versiyasıdır. İndi bunun texnikasını göstərəcəm. 3 patkot da bunu işləyəcəm 12-15 arası. Yəni, bunda ağırlıq falan çox elə girişmir. Sonunda əziz izləyicilər, çiyin məşqimizin sonuna gəldik. İlərləyən videolarda daha yaxşı hərəkətləri, daha əsas hərəkətləri göstərəcəm. Hələlik bu qədər. Və sizə sonunda bir məsləhətim var ki, özünüzü belə deyək də, bu işin peşəkarlarına həvalə edin ki, yəni onlar sizin üstünüzə həm işlərdə təcrübə qazansın, həm də siz bu belə deyək, fitness sənətini onlardan öyrənin. Yəni bu zarafata gəlinəcək bir işdir, bu fitnesslə zədələnməsi olsun istər, belə deyək də. Yəni bir hərəkətin səhv işlənməsi belə sizə ömür boyu travma, ömür boyu zədə yarada bilər. Hələlik bu qədər. Özünüzə yaxşı baxın, kanalı da izləməyi, abunə olmağı unutmayın. Sağ olun. Like da eləməyi unutmayın.